Ha, Emin. Bax tapşırığa. 5-ci sinif dərsliyində deyilir ki, faizlə verilmiş ədədləri əvvəl göstərilmiş ədədləri əvvəl kəsirlərə ifadə edirik. Sonra ixtisar olunanları ixtisar edirik. Başla görək. Aha. Əvvəl kəsirlə ifadə edirsən. Kəsir xəttini çək, Emil. 100-dən. Aha. 35. Onların hər ikisini ixtisar elə. Neçəyə gedir ixtisara? 5-ə bölür. O da bərabərdir. Aha. Burada 5'e böləndə 20 qalır. Burada 5'e böləndə 7 qalır. 7 qalır. Keçdin aşağı. Vəssalam. Vəssalam. Da o ixtisar olunmur, Emil. Yox, o ixtisar olunmur. 20-də 7. 20-də 7, Emil onu poz. Faizlə göstərilənlər, verilən ədədləri kəsirlərlə ifadə edirik. 20-də 7, keçdin aşağı. 45% bərabərdir. Aha, hər ikisi ixtisara gedir. Neçəyə gedir? Hər ikisi 5'e. 5'ə gedir. Aha, bərabərdir. Emil o bir markeri götür zəhmət olmasa. Neçə elədi? 20-də 9. Keç aşağı. O 20-ni qəşəng düzəlt. Bir də yaz üstündən 20. 20-də 9. Aha. Emil çəkil biraz görüm nə verib. Aha. 10% bərabərdir. %10 o da bərabərdir. Neçə eləyəcək? 3'e bölünür. Yox, hər ikisi ona bölünəcək. Ona bölünəcək. Neçə eləyəcək? 10'da 1. Aha, keçdi aşağı. Harun. Harun. Aha, %47. Aha, o bölünmür. Keçdi bu birisinə. Aha, %17 o da ixtisara getmir. İxtisara getmir, Emil. Poz yanındakı bərabərliyi poz. %17'nin yanındakı bərabərliyi poz. %90 neçəyə gedir ixtisara? Hər ikisi ona gedir də. Aha, yaz görün bərabərliyi qoy. 10'da 9. Emil nə yazın aşağıda? 10'da 9. 100 yazın. Yox, 10'da 9. O Aha. qaralardır. 10'da 9. Sonra 100% bərabər neçə eləyir? Aha. Bərabərdir 1'ə bərabər olur. %100 bərabərdir 1. Aferin.